Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de hemme ba'd. Davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risalesini ve bir gündə 16-cı dərsdir. Deyir ki, El-Hicratul Ule iləl-Həbəşə və ilk, birinci, yəni hicrət Həbəşistana nə vaxt baş vermişdi? Deyir ki, bu Vel-Hicratul Ule iləl-Həbəşə və fi sənə xamisə, yəni 5-ci ildə Umiran Nəbi sallallahu aleyhi ve sellem, yəni Peyğəmbərliyin 5-ci ilindən söhbət gedir, hicrətin yox. Allah Resulü sallallahu aleyhi ve sellem əmr olundu ki, və sahabələrin həmçinin Həbəşistana hicrət etsin. Daha doğrusu Peyğəmbər sallallahu aleyhi ve sellem əmr etdi sahabələrinə Həbəşistana hicrət etsinlər. Ləməşdəd aleyhimul əzəb vəl əzə, çünki onlara artıq, yəni əzab və əziyyət şiddətlənmişdi onlara qarşı. Və qalə innə fiyhə rəculən lə yuzləmun nəsu indəhu. Və dedi ki, yəni orada belə bir kəs var, belə bir kişi var ki, yəni Həbəşistanda. Yəni onun qarşısında insanlar zülmə məruz qalmırlar. Yəni bu ədalətli kişidir. Və kənətil Həbəşə Muttəcar Qureyş və Həbəşistan həmin dövrdə Qureyşin, yəni ticarət əlaqələri var idi, ticarət yeri idi. Və kənə əhli həzil hicrətul ulə və həmin ilk hicrətin deyir şəxsi heyəti, yəni sayı həmin dövrdə 12 kişidən ibarət idi və 4 qadından. Və kənə əvvəl mən həcər iləyhə və ilk deyir hicrət edənlərdən də Osman ibn Affan radiyallahu anhu idi. Və onunla yanında zövcəsi Ruqeyyə, Peyğəmbər sallallahu aleyhi ve sellemin qızı Ruqeyyə radiyallahu anhə. Və satər qovm İsləməhum, və o dövrdə deyir, həmin sahabələr öz İslamını gizlədirdilər. Və mimmən xarəcə, həmçinin hicrətə çıxanlardan Zübeyir idi, Abdurrahman ibn Avf idi, İbn Məsud idi və Əbu Sələmə idi, öz qadını ilə, zövcəsi ilə radiyallahu anhum. Xaracu mutasəllilinə sirra və gizlənərək çıxmışdılar gecə vaxtı. Fəvaffəqahullahu ləhum səətə vusulihim ilə səhil səfinətəyn littüccar. Və Allah Taala müvəffəq etdi onlar üçün, onlar nə vaxt ki sahilə çatdılar, Allah Taala onlar üçün yetirdi, yəni müvəffəq etdi həmin dövrdə tacirlərin iki gəmisini, yəni iki gəmiyə mindilər, getdilər. Fəməhəməluhum iləl-Həbəşə, və onları apardılar Həbəşistana. Və xaracət Qureyş fi əsərihim, Qureyş də çıxır onların ardınca onları izləyərək. Gəlirlər, dəniz qırağına çatırlar, lakin heç kəsi orada tapmırlar. Və kənə xurucuhum fi Rəcəb, və Rəcəb ayında çıxmışlar, yəni hicrətə. Və əqamu bil Həbəşə Şəban və Ramazan, və Həbəşistanda Şaban və Ramazan aylarını, yəni 2 ayı qaldılar. Thumma rəcəu ilə Məkkə fi Şəvval, son Şəvval ayında Məkkəyə qayıtdılar. Çünki onlara bir xəbər çatdı ki, Qureyş Allah Resulü sallallahu aleyhi ve sellemdən bir səfdə durub və əl çəkiblər, artıq əziyyət vermirlər. Yəni bir səfdədirlər, nə mənada? Necə ki bundan qabaq danışmışdıq. Deyir ki, bunun səbəbi o idi ki, Allah Resulü sallallahu aleyhi ve sellem Nəcm surəsini oxuyanda, bu ayələrə çatanda Əfərəeytumul lətə vəl-uzzə və mənətə thəlisətəl-uxra, 19-20-ci ayələrə çatanda, görmədinizmi Latı, Uzzanı və 3-cü olan Manatı, yəni onların bütlərinin adlarıdır da. Və şeytan deyir, həmin anda, bu ayələri oxuyanda, Allah Resulü sallallahu aleyhi ve sellem dilinə sözlər salır, onlara tərif. Bu bütlərə ki, tilkəl qaraniq əl-uliyə və innə şəfəətəhunnə ləturcə, ki, bunlardır uca quşlardır və onların şəfaətləri, şəfaət etmələridir. İnsanlar tərəfindən deyir, seviləndir, istəniləndir. Və müşriklər, yəni dilinə salıb şeytan, fərqinə varmadan oxuyub onu. Yəni ayələri oxuyub və fərqinə varmadan bu hissəni oxuyub şeytan vəsvəsəsi ilə salıb dilinə. Və müşriklər dedilər ki, məzəkərə əlihətənə bi xeyrin qabləl-yom. Bundan qabaq 2 gündə heç vaxt deyir, bizim ilahlarımızı deyir, xeyirlə zikr etməmişdi. Və qad alimnə ənəlləhə yaxluqu və yarzuqu və yuhyi və yumit. Və fikir verin bu hissəyə. Deyir, biz artıq bilirdik onsuz da ki, Allahdır yaradan, Allahdır ruzlandıran, öldürəndir, dirildəndir, yalnız Allahdır. Lakin bu ilahlarımız
onun qatında şəfaətçidirlər. Fikir ver, indiki yəni şübhənin cavabı hələ o vaxtda da var idi. Yəni biz bilirdik ki, onsuz da rububiyyət tövhidi Allaha məxsusdur, amma nədir? Yəni onların şəfaətçiliyini umurduq Allah qatında. Necə ki, müasir bugünkü gün müşriklər bunu iddia edirlər. O vaxtki müşriklər də belə idi. Fələmmə bələğə səcdətə səcədə və səcdə ayəsinə çatanda səcdə etdi və müsəlmanlar da, müşriklər də birgə hamısı səcdəyə getdilər. Bir şəxsdən başqa, Qureyşdən olan bir şəxsdən başqa, o da deyir, bir ovuc daşı alnına gətirib və ona səcdə etdi. Dedi ki, mənə bu yetər. Fəhəzinə Nəbi sallallahu aleyhi və səlləm həzənən şədidə və Allah Rəsulü sallallahu aleyhi və səlləm bu hadisəyə çox şiddətli hüzun etdi, çox şiddətli, yəni kədərləndi. Və xafə minallahi xafən azimə, Allahdan deyir, əzəmətli qorxu, yəni böyük bir qorxu ilə qorxdu və Allah Taala bu səbəbdən Həcc surəsi 52-ci ayəni nazil etdi. Allah Taala buyurur: وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّى أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنْسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ. Allah Taala buyurur ki, səndən qabaq elə bir rəsul, elə bir peyğəmbər göndərmədik ki, şeytan onun tilavatına, yəni oxunuşuna öz vəsvəsəsini salmasın. Lakin deyir, Allah deyir, yəni Yənsəxullah məyyülqış şeytan. Şeytan atdığı bu vəsvəsəni Allah deyir, nəsx edir, silir. Sonra öz ayətlərini yuhkimu, yəni möhkəm edir, bərqərar edir. وَلَمَّ اسْتَمَرَّ النَّبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى سَبِّ آلِهَتِهِمْ عَادُوا إِلَى الشَّرِّ مِمَّا كَانُوا عَلَيْهِ وَازْدَادُوا شِدَّةً عَلَى مَنْ أَسْلَمَ. Və nə vaxt ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem davam etdi, yenə də onların ilahlarını pisləməyə, onlar da yenə öz şərlərinə qayıtdılar. Hətta yəni biraz da artırdılar şiddəti yeni İslam'a gələnlərə qarşı. Sonra deyir ki, müəllif, Əl-Hicrətü Səniyə, ikinci hicrət. Həbəşistana, yəni ikinci hicrətləri. Yəni birinci hicrətdən qayıdırlar. Deyir ki, fələmmə qarubə mühacirə əl-Həbəşi min Məkkə, yəni Məkkəyə ilk, yəni Həbəşi mühacirləri, yəni Həbəşistana gedən mühacirlər Məkkəyə deyir, yaxınlaşdıqda, onlara bu xəbər çatdıqda girməyə tavaqquf eləyirlər. Yəni dayanırlar ki, ehtiyat üçün girməsinlər. Sonra hərə bir-bir öz qonşuluğuna, yaxınına, Qureyşində olan bir-bir daxil olur. ثُمَّ اشْتَدَّ عَلَيْهِمُ الْبَلَاءُ وَالْعَذَابُ مِنْ قُرَيْشٍ وَسَطَتْ بِهِمْ عَشَائِرُهُمْ وَصَعَبُوا عَلَيْهِمْ. Sonra deyir, yəni bəla və şiddət deyir, Qureyş tərəfindəndir, şiddətlənir, biraz da artır və qohumlar yəni vasitəçi olurlar. Kimin qohumu varsa vasitəçi olur. Və onlara deyir, yəni burada qalmaq yenə də çətinləşir. Nəcaşinin, yəni Həbəşistanın kralının yanında gördüyü o hörmətdən sonra biraz da artıq həsrətin çəkirlər, yəni çətinlik hiss edirlər ki, onlara yaxşı baxırdı. Fəəznə ləhum Rasulullah sallallahu aleyhi ve sellem fil xuruc iləl Həbəşə mərratan səniyə fəxaracu. Və ona görə Allah Resulü sallallahu aleyhi ve sellem ikinci dəfədə onlara izin verir Həbəşistana hicrət etməyi və çıxırlar. Və kənə iddə mən xaraca fil mərrətə səniyə sələsə və səmənin racülə. Və ikinci partiyada, ikinci dəfədə, yəni hicrət edənlərin sayı kişilərdən artıq 83 nəfər olur. Əgər saysaq ki, Ammar ibn Yəsir də onların içində olub, səhih rəvayətə görə, və qadınlardan da 19 nəfər. Yəni 83 və 19. Fələmmə səmi'u bi muhacir Rasulillahi sallallahu aleyhi ve sellem iləl Mədinə raca minhum sələsə və sələsun racülə. Və eşitdikdə ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem özü Mədinəyə hicrət edib, onlardan 33 nəfəri qayıdır, yəni hicrət etmək istəyir daha doğrusu. 33 nəfər kişi qayıdır və 8 nəfər qadın. Və Məkkədə 2 nəfəri ölür və 7 nəfər də Qureyş tərəfindən həbs olunur. Və şəhidə Bədrə minhum 24 racülə. Və onlardan 24 nəfəri də ondan sonra Bədirdə iştirak edib. Yəni bu hicrət edənlərdən Həbəşistana. Sonra deyir ki, Kitab-ı Rasulillahi sallallahu aleyhi ve sellem ilə Nəcəşi yüzəvvicihu Ummu Həbibə. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem Nəcəşiyə məktub yazır Həbəşistanın kralına. Fələmmə kənə şəhr Rabi'l əvvəl ayında deyir Allah Rəsulü sallallahu aleyhi ve sellem, yəni
hicrətin artıq 7-ci ilində, hicrət olanlar 7-ci ilində Allah Rəsulü sallallahu aleyhi ve sellem Nəcaşiyə məktub yazır, onu İslama çağırır, dəvət edir. O da ona əvəz olaraq məktub göndərir ki, ən yüzəvvicuhu Ümmü Həbibətin bint Əbi Sufyan. Ümmü Həbibəni, yəni Əbu Sufyanın qızı Ümmü Həbibə ilə evləndirir. Yəni Nəcaşi Allah Resulü sallallahu aleyhi ve sellem'ni. Və kânət muhacirə mə zəvcihə Abdullah ibn Cəhş. Bu Abdullah ibn Cəhşlə ilk hicrət edənlərdən idi Həbəşistana. Yəni Ümmü Həbibə, Əbu Sufyanın qızı. Lakin Abdullah ibn Cəhş nəsrani olur, orada qalır, nəsrani olur və nəsrani olaraq da ölür. Və kətəbə iləyhə eydan ən yəbəs iləyhi mən bəqiyə min əshabihi və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem onun üçün yazır məktub ki, bildirir ki, biz orada qalan sahabələri də göndərsin. Fələmmə qaral kitab əsləmə və bu məktubu oxuyanda deyir, Nəcaşi İslamı qəbul edir. Və qalə ləv qaddartu ən ətihi ləəteytuhu. Əgər bacarsaydım gəlməyə ora, mən özüm də gələrdim, deyir. Və evləndirir Ümmü Həbibə ilə və mehir olaraq 400 dinar yəni qızıl puldur da, dinar yəni mehir olaraq verir Allah Resulü sallallahu aleyhi ve sellem'in adından. Və qalanlarını da 2 gəmi ilə, yəni sahabələrin qalanını da 2 gəmi ilə göndərir. Fəqadimu alə Rasulillah sallallahu aleyhi ve sellem bi Xeybər, onlardır Xeybər zamanı gəlirlər Allah Resulü sallallahu aleyhi ve sellem'in yanına. Artıq yəni Xeybər o dövrdə fəth olunmuşdu. Ondan sonra deyir ki, Bəsə Qureyş ilə Nəcəşi tatlubu irca'il muslimin və ləmmə kənə bə'd Bədr iştəmə'til Qureyş fi dərin nədvə. Və Qureyş deyir, yəni öz adamlarını göndərir Nəcaşinin yanına ki, tələb etsin o müsəlmanlar ki, orada hicrət ediblər, onları qaytarmaq üçün. Yəni Bədr döyüşü olandan sonra Qureyş deyir toplaşır Dərun Nədvada, yəni Nədva bunların müşavirə binası idi. Orada məsləhətləşirlər, deyirlər ki, yəni Nəcaşi yanında bəzi insanlar var, biz onlardan qisasımızı almalıyıq. Fəəcmiu mələn vəhduhu ilə Nəcəşi, malvuzdan toplayın və Nəcəşiyə hədiyyə hazırlayaq göndərək. Bəlkə ləəlləhu yədfəu iləykum mən indəhu, bəlkə deyir, həmin onlardan, orada gizlənən, yəni mühacirlərdən deyir, bizə deyir, qaytara. Və lənəntədib Lizəlik rəculəyn min əhli rəyikum və sizin fikrinizdə olan deyir, 2 nəfəri deyir, seçək göndərək ora. Fəbə'asu Amr ibn al-As və Ammar ibn al-Walid və göndərirlər Amr ibn al-Ası, yəni Abdullah ibn Amr'ın atasını, o vaxt hələ İslamı qəbul etməmişdi, və Ammar ibn al-Walidi bu hədiyələrlə. Fəraqibəl bəhrə, dənizi keçirlər, yəni Nəcaşinin yanına gələndə səcdə edirlər ona, sonra salam verirlər. Və deyirlər ki, qavmunə ləkə nasihun, bizim qövmümüz sizə bir nəsiyyəti var. Bizim qövmümüzün, yəni Qureyşlərin sizə bir nəsiyyəti var. Və innəhum bə'asuna iləyk linuhəzzirəkə həulə'l-ləzinə qadimu aleyk liənnəhum qavm ittəbə'u rəculən kəzzəbə. Bizim qövmümüz bizi 2 nəfəri göndərib sizin yanınıza ki, sizi çəkindirsinlər. Sizi çəkindirək ki, o kəslərdən ki, sizin yanınıza gəliblər və bir yalancı kişinin yanından ona tabi olurlar. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem qəsd edirlər. Xaracə finə yəzamu ənəhu Rasulullah, içimizdən çıxıb iddia edir ki, Allah Rəsuludur və ona da deyir, yalnız bizim deyir, səfihlərimiz və zəiflərimizdir, tabi olurlar. Biz onlara deyir, həyatlarını deyir, darlaşdırmışıq, çətinləşdirmişik, onları sıxışdırmışıq dağlara, öz torpaqlarımızdan. Lə yəxrucu minhum əhəd və lə yədxulu aleyhim əhəd, nə onların tərəfinə kimsə girə bilmir, nə də oradan heç kəs çıxa bilmir. Fəqatələhumul cəv vəl-ətəş, və onları deyir, öldürürdür artıq susuzluq. Fələmmə iştəddə aleyhimul əmr, bəəsə iləykə ibn əmmihi liyufsidə aleykə dinəkə
və mulkəkə. Və deyir, bu vəziyyətdir onlar üçün deyir, sıxıntı olduğu üçün onlar deyir, o deyir, kəs, həmin o şəxs öz əmisi oğlunu göndərir sizin yanınıza ki, sizin də dininizi, sizin də mülkünüzü fəsada uğratsın. Ona görə də deyir, çəkinin ondan. Onlardan çəkinin və onları bizə təhvil verin. Ki, biz onları sizin əvəzinizə cəzalandıraq. Və bunun da deyir, dəlili ki, onlar görəcəksiniz ki, sizin yanınıza girəndə sizə səcdə etmirlər, biz etdiyimiz kimi. Yəni, hörmət qoymurlar. Və sizdə deyir, adət olan deyir, salamlamanı da siz salamlamırlar. Yəni, sizin dininizdən üst çevirərək də, sizin dininizi qəbul etməyərək, hörmətsizlik göstərərək. Sanki, yəni, qızışdırır, yəni, kralı mühacirlərə qarşı. Fədəəhum Nəcəşi fələmmə hədaru sahə Cəfər ibn Əbi Talib bilbəbi yəstəzinu aleyk Hizbullah. Və Nəcəşi deyir, çağıranda deyir, onları gələndə deyir, Cəfər ibn Əbu Talib radiyallahu anhu qapıda deyir, uca səslə çağırır ki, yəstəzinu aleyk, səndən izin istəyir Allahın hizbi, yəni Allahın tərəfdarları. Və Nəcəşi deyir ki, muru həzə sayhə fəliyəd kələməhu. Bu deyir, çağırışçını deyir, deyin ki, tezdən deyir, qaytarsın sözünü. Yenə də deyir. Deyir ki, bəli. Fəliyəd xulu bi iznilləhi və zimmətihi. Allahın deyir, izni ilə, zimməti ilə deyir, daxil olun. Fədəxalu və ləm yəscudu ləhu. Və girirlər səcdə etmədən. Fəqalə mə mənəkum ən təscudu li. Sizə deyir, nə manəçilik etdi ki, siz mənə səcdə etmədiniz. Deyirlər ki, innəmə nəscudu lilləhi ləzi xaləqəkə və mulkəkə. Biz yalnızdır Allaha səcdə edirik, hansı ki, o səni də, sənin mülküvü də yaradıb. Və innəmə kənət tilkət təhiyyə lənə və nəhnu na'budul əvsən. Bu cürünə salamlaşmaq bizdə də qabaq adət idi, nə vaxt ki, biz bütlərə ibadət edirdik. Və Allah Taala deyir, içimizə deyir, Peyğəmbər göndərdi, sadiq olan və bizə düzgün deyir, yəni salamlaşmağı, Allah razı qaldığı salamlaşmağını öyrətdi. O da deyir, salamdır, əssələmdir. Yəni, bu da deyir, cənnət əhlinin deyir, görüşməsidir. Fəərəfən Nəcəşi ən nəzəlikə haqqun və Nəcəşi başa düşdü ki, bu haqdır və Tövratda, İncildə də bu belədir. Fəqalə əyyukumul hətif yəstəzin, sizlərdən hansınız idi izin istəyən, çağıran və yaxud Cəfər deyir ki, mən idim. Deyir, danış. Qalə innəkə məlik lə yəslihu indəkə kəsrətül kələm və lə zulm. Sən deyir, kralsan, padşahsan. Sənin yanında deyir, çox danışmaq olmur, yəni. Və nə uhibbu ən ucibə ən əshabi. Mən deyir, tək danışmaq istəyirəm yoldaşlarım tərəfindən. Fə'mur həzeyni rəculeyn. Bu iki kəsi də Qureyşliləri qəsd edir. Əmr et ki, onlar da danışsın, onlardan biri danışsın və sən də dinlə deyir bizim söhbətimizi aramızda. Yəni, onlardan da bir nəfər danışsın, mən də bir nəfər. Yəni, çox adam qarışmasın ki, sən kralsan, sənin hörmətin var. Yəni, qarşında çox danışmaq olmur. Hər adam danışa bilməz də, yəni belə. Bir nəfər bizdən, mən, bir nəfər də onlardan danışsın, yəni. Fəqalə Amr li Cəfər. Amr ibn Alas deyir Cəfərə, təkəlləm, danış. Fəqalə Cəfər li Nəcəşi, Cəfər radiyallahu anh deyir Nəcəşiyə ki, səlhu, ondan soruş ki, ə'abidun nəhnu əm əhrar. Bəx deyirdin, soruş ondan ki, biz qullarıq, yoxsa azad insanlarıq. Fin kunna abidən, əgər qullarıqsa, əbqeynə min ərbəbinə, onda deyir, yəni quluqsa, sahibimiz yanında qalacaq, fərdudna iləyhim və bizi onlara qaytar, sahibimizə qaytar, yəni. Fəqalə Amr, Amr deyir ki, bəl əhrar kiram, yəni əksinə deyir, azadlar, hörmətlidirlər, yəni öz qövmündə hörmətli insanlar olub, yəni. Fəqalə həl əhraqnə dəmən bi qeyri haqqin fəyəqtassı minnə. İkinci sual. Haqsız yerə kiminsə qanını axatmışıqmı ki, qisas alınsın bizdən? Amr deyir ki, yox, heç bir damcı da belə. Deyir ki, həl əxaznə ənvalin nəs bi qeyri haqqin fəaleynə qadauhə.
insanlardan haqsız yerə kiminsə malını almışıqmı ki, onu ödəməliyik? Amr deyir ki, yox, heç bir qırat da olsun, yox. Və Nəcaşi deyir ki, fəmə tatlubun minhum, elə isidir onlardan nə istəyirsiniz? Kunna nəhnu və hum alə əmrin vahid. Deyir ki, biz və onlar bir iş üzərində idik. Yəni, bir din üzərində idik. Atalarımızın dini üzərində. Fətərəku zəlikə və təbə'u qayrəhu. Onlarsa bunu tərk etdilər və başqa dinə tabi oldular. Və Nəcaşi deyir ki, mə həzəlləzi kuntum aleyhi və məlləzi ittəbə'tumuhu. Siz hansı dinin üzərində idiniz və hansı dinə tabi oldunuz? Amma deyir, de və doğrusunu denə. Fəqalə Cəfər. Cəfər radiyallahu anh deyir ki, əmməlləzi kunna aleyhi fətərəknəhu huvə dinüş şeytan. O din ki, nəyin ki, üzərində biz idik və onu tərk etdik, bu şeytanın dini idi. Kunna nukəffiru billəhi, biz Allaha nakfuru billəhi, Allaha küfr edib, daşlara ibadət edirdik. Və əmməlləzi təhəvvəlnə iləyhi fədinullahil İslam. Və o din ki, hansına ki, çevirdik özümüzü, bu Allahın dini, İslam dinidir. Cəənə bihi minallahi rasulun, yəni bizədir, Allah tərəfindən rəsul göndərildi, gəldi və həmçinin kitabda İbn Məryəm, yəni İsa əleyhissalam qəsd edir, İbn Məryəmə göndərilən kitabdan, ona uyğun kitabdan və onu təsdiqləyən kitab. Fəqalə təkəlləmtə bi əmrin azim fəalə rislik. Sən deyir, böyük bir işə toxundun, böyük bir məsələyə toxundun, ona görə buradan deyir, asta-asta danış. Yəni, bunun dininə toxunub da, yəni. Thumma əmara bi darbin naqus. Sonra əmr etdi ki, o, nə deyirlər ona? Kol. Yəni, onu vursunlar. Nəsranilərdə nədir? Zingirovda, hə? Yəni, vururlar, toplaşır ora, yəni rahiblər, onların alimləri, fəqalə ləhum və Nəcaşi deyir onlara, ənşədukumullahu lezi ənzələ əl-İncil əleyhisə. Sizi deyir, Allaha and verirəm ki, hansına ki, o Allah ki, yəni İncili İsa əleyhissalama nazil etmişdi. Həl təcidunə beynə İsə və beynə yevmil qiyamə nəbiyyən. Siz öz kitablarınızda, yəni bizim dinimizdə də, bizim kitablarımızda İsa və qiyamət günü arasında bir peyğəmbər rast gəlmisinizmi? Yəni İsa əleyhissalam dövrü ilə qiyamət günü arasında bir peyğəmbər mövcud olacaqmı? Deyirlər ki, Allahümmə nəam. Ey Allahım, bəli. Qad bəşşərana bihi İsə. Bizi deyir, bununla deyir İsa əleyhissalam müjdələmişdi. Və qalə mən əmənə bihi fəqat əmənə bi. Və demişdi ki, kim ona iman edibsə, mənə iman etmişdir. Kim ona küfr edibsə, mənə küfr etmişdir. Fəqalə Nəcəşi li Cəfər radiyallahu anhu və Nəcəşi Cəfər radiyallahu anhuya deyir ki, məzə yəqulu ləkum həzər racül. Sizə bu kişi nə deyir? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qəsd edir. Və mə yəmurukum bihi və mə yənhəkum anhu. Sizə nəyi əmr edir və nəyi qadağan edir? Deyir ki, fəqalə yəqra'u aleynə kitəbəllahi və yəmuruna bil ma'ruf və yənhənə anil munkar. Bizə deyir, Allahın kitabını oxuyur, bizə xeyirli işləri yerinə yetirməyə əmr edir və pisliklərdən çəkindirir. Və yəmuruna bi husnil cəvar və bizə deyir, xoş qonşuluq etmək, qohumluq əlaqələrini saxlamaq, yetimə yaxşılıq etmək, bu kimi şeyləri əmr edir. Həmçinin bizə əmr edir ki, yalnız Allaha ibadət edək, ona şərik qoşmayaq. Fəqalə iqra mə yəqra'u aleykum. Deyir ki, sizə nə oxuyursa, ondan mənə oxu. Fəqara surəteyl Ankabut və Rum. Və başlayır Ankabut və Rum surəsini oxuyur. Fəfədəd ayneyl ən-Nəcəşi minəd-dəm. Və Nəcəşinin gözləri yaşla dolur. Göz yaşı. Fəqalə zidnə min həzil hədisi tayyib. Bu gözəldir söhbətdən biraz da artır. Ondan sonra Kəhf surəsini oxuyur. Fəradə əmr ən yuğdibə ən-Nəcəşi fəqalə innəhum yəştəmunə İsə və umməhu. Və əmr deyir, qızışdırmaq istəyir Nəcəşini, qəzəbləndirmək istəyir. Deyir ki, onlar deyir, İsa və onun anasını söyürlər. Deyir ki, fəqalə mə təqulunə fi İsə və ummihi. Deyir, İsa əleyhissalam və anası barəsində nə deyirsiniz? Fəqara aleyhim surətən Məryəm. Onda deyir, Cəfər radiyallahu anh deyir, onlara Məryəm surəsini oxuyur. Fələmmə ətə alə zikri İsə və ummihi
Və gəlib çatanda, yəni İsa və onun anasının zikrinə, yəni surədə Rafə Nəcəşi bi qaşşəti min sevakihi qadrə mə yəqzi əl-əyn. Yəni bir çöp götürür, yəni göz yaşını silir. Fəqalə vallahi mə zədəl məsih ələ mə təquluna nəqira. Deyir, and olsun Allaha ki, Məsih, yəni İsa əleyhissalam buna deyir danışdığınıza, yəni oxuduğunuza yarım çəyirdək, yəni xurmanın yarım çəyirdəyi qədər heç nə artırmayıb. Və fihi nəzələ qavlullahi teala və bu haqda da Allah Taala bu ayəni nazil edib. Maidə surəsi 83-cü, 84-cü ayələri. Allah Taala buyurur: "Və izə səmi'u mə unzilə ilə'r-rasuli tərə a'yunahum tafidu minəd-dəm'i mimmə arafu minəl-haqqi yəqulun rabbana amannə faktubna ma'aş-şahidin və mə lənə la nu'minu billahi və mə ca'ana minəl-haqq." Və izə səmi'u deyir, onlar eşitdikdə Allah Rəsulü, mə unzilə ilə'r-rasul, Allah Rəsuluna nazil olanı, tərə a'yunahum tafidu minəd-dəm. Görərsən ki, onların gözləridir yaşla dolur. Mimmə arafu minəl-haqq. Haqdan bildikləri şeyə görə. Yəquluna rabbana deyərlər ki, ey Rəbbimiz, biz iman etdik. Faktubna ma'aş-şahidin və bizi şahidlərdən yaz. Və mə lənə la nu'minu billahi və mə ca'ana minəl-haqq. Və necə də deyir, Allaha iman etməyək və bizə ondan gələn haqqa iman etməyək. Fəəqbələ Nəcəşi alə Cəfər və Nəcəşidir, üzünü Cəfərə tutur, deyir ki, İzhəbu və əntum suyumun bi ardi. Gedin və siz mənimdir, torpağımda deyir, əminamanlıqdasınız. Mən səbbəkum qaram. Sizi söyən artıq, yəni cərmələnib, yəni artıq günahkardır. Fələ həvadətəl yevm alə hizbi İbrahim. Və İbrahim hizbi, yəni Qureyşliləri qəsd edir. Bugünkü gündən etibarən heç bir möhlət, heç bir güzəşt yoxdur. Yəni nəsə pislik etsələr sizə qarşı. Sonra gəlir ki, Mavtu Nəcəşi, Nəcəşinin ölümü haqqında məlumat. وَلَمَّا مَاتَ النَّجَاشِ خَرَجَ رَسُولُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم فَصَلَّ عَلَيْهِ كَمَا يُصَلَّ عَلَى الْجَنَائِزِ. Nəcəşi vəfat edəndə Allah Rəsulü sallallahu aleyhi ve sellem çıxır və onun üçün digərlərinə cənazə qıldığı kimi onun üçün də cənazə qılır və münafiqlər deyirlər ki, yusalli alə ilcin mətə bi ardil həbəşə. Deyir, kafir üçün cənazə qıldı, deyir, Həbəşistanda ölən, yəni uzaqda ölən bir kafir üçün cənazə qıldı. Yəni başqa din adamı üçün də, yəni xristiyan üçün. Bu haqda Allah Taala nazil edir: "Və inne min əhlil kitabi ləmən yu'minu billahi və ma unzila ileykum və ma unzila ileyhi xaşiin lillah." Əl-İmran surəsi 199-cu ayə. Həqiqətən deyir, kitab əhlindən eləsi var ki, Allaha iman edib və ma unzila ileykum və sizə nazil olana iman edib və ma unzila ileyhim və özlərinə də nazil olana iman etmişdir. Allaha yəni xuşuyla, yəni qorxuyla ibadət edərək. Və qilə innə irsal Qureyş fi talabihim kana qabla al-hicra ila al-Madinə. Və deyilir ki, rəvayətlərə görə, yəni Qureyş öz adamlarını göndərib, yəni hicrət etməmişdən öncə, yəni Mədinəyə hicrət etməmişdən öncə sahabələr o vaxtlar göndərmişdi. Və fi sənə 5 minən-nubuvvə İstətər Rasulullah sallallahu aleyhi ve sellem fidaril Ərqam ibn Əbi Ərqam. Və Peyğəmbərliyin 5-ci ilində isə Allah Rəsulü sallallahu aleyhi ve sellem həmin dövrlərdə Ərqam ibn Əbi Ərqamın evində gizlənirmiş. Ondan sonra gəlir digər sahabələr haqqında gələn dəfə inşallah. Subhanakallahumma bihamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbu ileyk.